Üzgüçü nədir? Üzgü silinmir. Hansı söz əmələ gəlib? Üzgüçlü hovuzundan. Üzgülük hovuzuna üzgüçü əmələ gəlib. Sivə- Qaçma! Necə? Üzgü. Swimming pool. Deyim değil mi? O demirsən. Yox. Sivim sözündən gəldi. Sonra pul sözü var ümumiyyətlə ki, onunla o əmələ gəlsin. Evet. Bu cəhətmədə mürəkkəb sadə. Mən sivim mənim Məni soruşduğum söz svimmer. üzgüçülük. Mən düzəltmədə üzgüçülük. Mən üzgüçülük soruşdum səndən. Mənə sivim də mənim üzgü. Üzgü nədir ki? Mənim sadə sözdür. Ay bala, üzgü sözü var. Üzgüçü. Düzdür. O soruşdum mən də səndən, hə? İndi deyirəm ki, o söz sadə, düzəltmə mürəkkəb. Sən deyirsən sadə, hə? Xeyr, mən düzəltmədim. O şəkil cansıdır orada. Çü. Azərbaycan dərsidir bu. Ya mənim sadədir. Danışma. Azərbaycan dərsidir bu çü deyirsən. Mən ingiliscə danışıram burada. Mənim sadədir. Sadədir. Bəli. Swimmer sözü sadədir. Yaxşı, üzgüsü dedin də sən belə həm. Swim sözündən bax, mən deyirəm ki, bu söz hansısa sözdən əmələ gəlib, düzdür? Sən desən swim sözündən əmələ gəlib, düzdür? Bir sözdən başqa söz gələndə ya o şəkilçini görmüsən sonunda. Swim sözü var idi. Swimin axırına er artırdı. Nə əmələ gəldi? Üzgüsü söz əmələ gəlmədi. Bəli. Hə. İsim mövzusuna keçmişdik də. Er, ondan başqa hansı şəkilçilər idi ki? O demirəm, sırf peşə əmələ gətirən sözlər. Hud, Er, or, ar, bəli. Hundre, yüz. Ay sağ ol. Er də, nə? 100, 100 nədir ki? Haysan. 100 nədir? les, 100 da burada saydın. Sən də danışdın sözdür ya, əmələ başda. Er gəldi sonuna. Sevim er artırdıq. Əmələ gəldi nə? Salam. Mənim isimdə gətirdim. İsim, deməli, hansı? Hə. İsim əmələ gətirib də eş şəkilçisi. Bəli. Aşpaz. Aşpaz cook o da çok. Mənə qulaq as. Bəs sobanı bilirsən tərcümə. Soba müəllim. Bəli, əvvəlki dərslərimizdə keçmişdik, bəli. Və cook da o da. Olmadı. Kim deyir soba? Cooker. orada. Cooker. Ay sağ ol, cooker. Kuka da var orada. Oven. Orada. Cook er. Bax indi normal olaraq biz er or ar şəkilçilərini əlavə eləyirdik. İsim düzəldən şəkildə. Amma cooker də er artıranda cookun sonuna əmələ gətirir, soba əmələ gətirir. Burada peşədə gətirmir də, aydındır. Sonra oyunçu. Play. Play. Hə. Player. Player, düzdürmü? Bu sadə düzəltmə mürəkkəb. Mən burada er var, isim düzəldən şəkilçisi. Allah şükür. Çox gərgin. Mən çox gərgin, hard. Asla. Yavaş, yavaş. Yavaş yavaş. Sivi Olmadı. su da başlayır. Ha, bildim sınanmış istəyir. Deyim. Nədir? Slava. Sivi. Slowly. Hə, Slowly. Slowly. Yazılışım bir də. Slowly. Bəli. Tərs. Mənim yazılışım. Sifətçilərdən şəkilçi də var, zəftçilərdən şəkilçi də var. Mənim manner. Ha, mənər. İşçi. Mən işçi, nədir? Yerini danışmır. İşçi, İndi soruşdum səndən zağa. Worker. Ay sağ ol. Bu sadəcə atım verir ki. Ay er şəkilçi dedi ki nədir? Er də, orada, arda bu. İşçidir. Cəld, sürətli. Qulçqlı. Quickly. Qulçqlı o da qulçqlı. Daha çox. Daha çox sifət- mant. Sifət mövzusunda keçmişdik. Mant. More day bala. Hə, mor. Zən. Zən. Sayı. Mən nə? Sayı, yəni zi, number of. Number. Hə, number of. Çay. 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 Bir var axan çay, bir də içdiyimiz çay. Bəli. İndi ikisini də görüm. Çay biri içmiş çay. Hə, adı river. Ay sağ ol. Bunun hansıdır? Mən çayda bir Hansı? gördük. Ay sağ ol. Axan çay. Və içdiyimiz çay hansıdır? River. İçdiyimiz çay. Mən deyim. T. T idi. T-A yazılır. Beta tezad görməmişsən. Beta çayı. Min. Min müəllim. Bəli. Thousand. Elə yazılır. Bəli. Nətər deyilir? Zen saat. Thousand. Saat. 100. 100, 100. 100. Dağ. Mən dağ thousand. Mount. Hə, mount. Mountain da var, mount da var. Onun salması yəni. Bəli, qısaldılmış olması da. Şotlandiya. Şotlandiyada Sıcı, Outland. Şotlandiya, Scotland. Cockland o da Scotland. Scotland. Ən yüksək. Ən yüksək Hicest.
Highest yazılır, bəs nətər deyilir? Highest. 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 Bu sifətin hansı dərəcəsidir? Heç kim danışmıyor. Azalma dərəcəsi. Azalma dərəcəsi. Azərbaycan dərsidir bu. Mən adı nə idi? Morf. Heç olmasa ən yüksək deyirsən, heç olmasa cavab verəndə çoxalma dərəcəsi deyilən də. Azərbaycan dilində. Highest nətər ən yüksək azalma dərəcəsi olur ki? Xeyr müəllim, Çoxaltma dərəcəsi. İndi mənə qulaq as. Burada superlativ, üstünlük dərəcəsi. İngilis dərsidir bu. Azərbaycan dili sual verəndə ingilis cavab verin. Bura qədər idi. Niyaz öyrənmişsiniz. Gələn dəfə bura qədər. Topa qədər azlanış. Ayaz. Azsan. Cəld sürətlə. Bəli, işçi. Work. Ay sağ ol. Yazısını da görüm. Work. Bəs cəld nətər yazılır? Ha? Cəld. Quickly. Düzdür. Tərs. Ters men. Manner. Man. Düzdür. Manner. Yavaş yavaş. Ya. Slow. Düzdür. Çox gərgin. Çox gərgin hal. Oyunçu. Play. Aşpaz. Player. Cook. Danışma. Cook. Asya yazışın de. Bəli. Bir dənə o kim? Üzgüçü. Swim. Svim. Swim. Ha, svimir. Daha çox. Ne? Daha çok. Mor da. Morzen. Morze daha çok. Morzen. Zen demiş ki müqayisə edəcək. Orada Morzen. müqayisə edəcək. Sayı. Sayı Z number of. Number of yazılır. Bəs deyiləndə. Yazılır. Number of. Of. Çay. Çay river. Bəs içdiyimiz çay hansıydı? Ha? İçdiyimiz çay. İçdiyimiz çay nədir? Tip. Bəli. Yazışın bilirsən əzə. Sonra İyoda ear. min. Min ozun. Bir də o hərfi deyil o. S hərfidir. Onun ortasında xalqın diş arası s-dır. Və ya s. Yox, sən s deyilən axırı. Nədir o? Thousand. Yüz. Nətə yazılır? Ay, sağ ol. Dağ. Aha, Şotlandiya. Scotland. Yazışın bilirsən? Bəli. Ən yüksək yazılır. Bəs nətər deyilir? Highest. Okay. Səkinə. Neçə öyrənmirsən? Razılaşmaktan axıra gedir. Razılaşmamaktan. Tamam. Bəli. Razılaşmak. Səhv 28-də bir tane. Tamam. Axıra qədər. Götürmək nədir? Tuk. Bu hansı zamandadır? İkinci form. Yəni hansı zamandadır? Bəli, tuk. Və ikinci forma deyil. 3-dən biz belənsinə yan-yana şeylər çəkirdik. Sadə. 3-dən biri yazmırdıq. Keçmiş. Bu indiki idi. Bu keçmiş idi. Bu da bitmiş idi. Düzdür? İkinci forma, birinci forma, üçüncü forma. Bu ikinci forma deyilsə keçmişdədir də. Bəs indikisini bilirsən o. Feyak. Bir də yaxınlaşdın biraz. De. Take. Yəni yazışı necə olacaq? Touch. Ta ki. Bəli. Yaşında. Yaşında ətsə egg of. Bəli, at the age of. Age necə yazılır? İlk ac. Bəli, şəkilçi kimi tanıyırsan onu? Düzmü? Şəkilçi kimi tanıyırsan? Bəli, şəkilçi kimi. Şəkil kimi age. Bəli. Məsələn, knowledge. Var. Yox. Knowledge. O sözün özündədir. Necə şəkil kimi? Yəni şəkilçi artırırsan. Məsələn, deyim də sizə. Evlilik nədir? Yük nədir? Daşımaq nədir? Baggage. Yox. Bağlama. Yox, Luggage yük. yox. O özündədir. Ne diyorsun öyle? Məsələn, daşımaq nə idi? Carry. Carry. Hə. Düzdürmü? Bəs daşınma Carry. Age. Marry nədir? Marry. Hə, marriage. Evlənmək. Hə. Marriage, evlənmək. O həmçinin ismin də şəkilçidir. Bəli. Artırılır feilin sonuna, əmələ gəlir nə? İsim. Nə dedim mən? Artırılır feilin sonu əmələ gətirirsiniz. Yəni agəndə isim cəldən şəkilçidir. Age. Həm yaş dövrdür, həm də
Yaxşı, memarlıq. Memarlık. Architecture. Aha. E, Architecture. Nətə? Architecture. Fotoqraf. Fotoğraf. Fotografer. Bilirsən onu? O. Grafer. Memar. O da architect. Tura yazılmır da arkasında. Architect. 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 Mən o söz yazdım var. Dırmanmaq. Dırmaşmaq. Title. Olmadı. Tırmanmak. Kill. Olmadı. Clean. Bəli, climb yazılır. Bəs deyilişi nətər olur? Clear. Climb. Climb. Sonra cəld sürətlə. Quickly. Bəli. Yazışını bilirsiniz. Quickly. C da var orada. Quiz. Quickly. Bəli. Sonra başlıq at. Başlığı tli. Yok. Aha. Title. L yazılır. Title. Yazılır. Title yazılır. Title. Tıl. Title. Razılaşmamaq. Razılaşmamak. Disagree. 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 O necə yazılır? Disagree. Hərf. Yanlış. Hadi. D-I-S-A-C-R-E. E-E. 2 dənə E. Ən razılaşmaq sən. Tənbəl. Tembel. Lazy. Nətə yazılır? Lazy. Qətiyyən əsla. Qətiyyən əsla. Əto. Aha, sən. At ağlılı. Böyümək. Grava. Grovo. Up. Mükafatı qazanmaq. Winner prize. Priz yazılır. Prize. Deyilir prize. Prize. Dost olmaq. Become friends. Bir dostu bilirsən, bəs olmaq nədir? Become. Nətə yazılır? Become. Become. İ ilə, Become. B ilə. Bu E. Yaxşı, xaricə getmək. Xaricə getmək. Xaricə. Getməyi Abroad. bilirsən. Ay qız, getmək nədir? Go. Go abroad. Abroad. Go abroad. Nətə yazılır? Abroad. Abroad. Bəli. Tip oxumaq. Meduli. Bax, oxumaq nədir oxumaq? Study. Yazılır, deyilir. Study. Düzdürmü? Study. Medicine da, medicine. Sonra tip dərman. Medicine. Nətə yazılır? Ne? Medicine. Mümkün olan. Possible. Nətə yazılır? Possible. Bir dənəsi, 2 dənə. İki dəsin. Qızıl. Grav. Olmadı. Nə? Qızıl mı? Gold. Golddur da, gold. Yəni bizim dilimizdə istifadə olunur. Gold rəngi, qızıl rəngi deməkdir də. Medal elə. Kompüter elmləri. Computer science. Science elm nətə yazılır? Science. Yanlış. Mən deyim. De. Science. Sizin. Sizin də mən deyim. S-C-E-N-C. Sonra yaşı var. All İllə də. years old. Böyle. Mən də mənim. Sən cavab versən? Mənim sevgilim. Mən yerim fərqli də. Ştatdan götürməyə. Ştat. State. Sən onları niyə öyrənmirsən Səkinə yuxarı düşdü? Onları mən danışdım da o. Keçən dəfə demişdi. Mən arxadan da öyrənmişdim. Tamam, yaxşı. De görüm mənə. Oxumaq dərs. Study. Ştat. State. Study. Mükafat. Prize. Başqa. Award. Bəli. Cəmiyyət.
Sosa, Sosyal. Sosyalist. society. O məndən yadımdan Türkçədə. çıxır. Sosyalist. Society nətər yazılır? Society. Sovyet. Vətən. Madələr. Qaldırmaq. Rice. Rice. Reizdir. Yazılışı Rice. olmadı. O qalxmaqdır. O qalxmaqdır sən dediyin. Mən qaldırmaq deyirəm. Yazdım öyle. Rize. Yox, reisi, raisi. Rice. O olur reis, qaldırmaq. Amma sən dediyin reise olan rais. Olur qalxmaq bura. Bu nədir? Qalxmaq. Bu isə qaldırmaq. Yadını əgər unutmaq istəmirsənsə, qalxmaq bir də qaldırmaq. Bax, qalxmaqda az söz hərf var, düzdür? Burada da az var. Qaldırmaqda çox hərf var, düzdür? Hə, A-dan saxlayacağam yadımda. Rira. Həm də belə bax, bu 4 dənə hərfdə azdır. Burada da az hərf var. Bundakından. Burada da çox hərf var, burada da. İkisində də uyğunluğu müəyyənləşdir. Razılaşmamaq. Disagree. Disagee. Tənbəl. Lazy, lazy. Qətiyyən, əsla. Atol, atol. Ə, Böyümək. Grow up, grow up. Up. Bəli, mükafat qazanmaq. Mükafat, win a prize. Prize. Win a prize. Mükafat. Prize. Dost olmaq. Become friends. Xarici getmək. Go abroad. Abroad yazdı da. Abroad. Bəli, xaricdə abroad. Tip oxumaq. Tip oxumaq, study medicine. Düzdür. Tip dərman. Medicine. Mümkün. Possible. Qeyri-mümkün. Impossible. Qızıl. Gold. Ötə yazılır. Geology. Medal. Medal. Kompüter elmləri. Computer science. Yaşı var. Year. Oldu. Cəld sürətlə. Quickly. Qıyla yazılır. Dırmanmaq, dırmaşmaq. Climb. Bəli, aç, başlıq. Title, title. Fotoqraf. Fotoğraf. Fotoğraf. Fə. Memar. Ayda. Arkitekt. Architect. Arkitekt. Anı uzat. Architect. Memarlıq. Architecture. Arkitekt. Yaşında. Ət. At age. At age. Götürmək. Took. Bəli, malades. Məhəmməd. İstəyirsənsə cavab verməyəm. Problem yoxdur. Səhvəmiz neçədir sizdə? 27. De görün mənə. Üzgüçü. Swim. Swim yeri. Cəld sürətlə. Quickly. Yo. Düzdür. Quickly. Şey nedir? Quickly yazılır. Spider. Ne? Spider. Spider. Quickly yazılır. Bəli. İşçi. İşte voke. Düz. Voke dediler. Voke. Tərs. Ne mani? Tərs. Mani. Bəli, manner. Yavaş yavaş. Yavaş yavaş. Slowly. Slowly. Malades. Çox gərgin. Çok gerçin. Hard. 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 Belə də yazılır da. Sonra oyunçu. Oyuncu player. Player. Aşpaz. Cook. Cook. Düzdür. Ən yüksək. En yüksek hac est yazılır. Highest yazılır. Highest. Şotlandiya. Scotland Yazılır. Scotland değil. Scotland Scotland. deyilir. Dağ. Daha Mount yazılır. Mount değil. 100. 100, 100 yazılır. Bir də hərf-hərfdir. H, U, N, D, E, R. D, 100. Bəs min. 1000, 1000. Bəli. Çay. Say, river. Sayı. Say, the number of değil. T, number of yazılır. Malades. Daha çox. More than, more. Tamam, bəli. Sən bir neçə gündə nə olub Məhəmməd? Niyə yaxşı öyrənirsən ki sözləri?
Başlayaq Yaqub müəllim. Bəli. De görüm mənə. Yavaş. Quickly. Yox, slowly. Ha, Slow, W, L. çox gərgin. Çox gəl. Çox gərgin. Hard. Hard. Oyunçu. Oyuncu player. 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 Aşpaz. Aşpaz cook. Cook. Üzgüçü. Swimmer. Bildin də bu sadə cəlbə mövzu. Cəld sürətlə. Gəl sürətlə quickly. Belə Q-U-I-C. Q. Q-U-I-C-K-L-Y. Ay sağ ol. Oraya yazmısan. Yaxşı, işçi. İşçi worker. Düz. V-O-R-K-R. Tərz. Worker. Düzdür. Tərz. Tərz mənim manner. Bəli. Ən yüksək. Ən yüksək highest. H-C-H-E-S-T. Şotlandiya. Scotland. S-C-O-T-L-A-N-D. Bəli. Dağ. Dağ. Mount. M-O-U-N-T. 100. 100. Hundred. H-N-D-R-E-D. Çay. Çay. River. R-I-V-R. Sayı. Nə mənim? Sayı. The number of. The number of. Bəli. Daha çox. Daha çox. More. More than. Bəli, malades. Əzağa. Bəli. Hamısı öyrənmisən? Bəli. Okay, ört. Deyirəm mənə. Üzgüçü. Sivan. Svim. Sivime. Yazıcını öyrənmisən? Sivam. Yox. Yazısını öyrənmisən? Yox. Niyə? Bəlkə də öyrəndiyin söz sən qabağa çıxacaq, yəni də oyla belə bilməyəcəksən. Aşpaz. Aşpaz. Bəli. Deyə aşpaz neydi? Cook. Cook. Oyunçu. Oyuncu paper. Player. Player. Çox gərgin. Çox gərgin. Çox gərgin. Hemen başlayır. Yox, H ilə başlayır. Hayır. Hard. Hard. Yavaş. Yavaş. Gələn səfər mənim 7-8 sürmüş. Yavaş. Slowly. Tərs. Ters. Səslər var orada. Ters. Bu qısadır. O da bu silir. Tərz. Mənim tərzim. Ters. M ilə başlayır. Man. Tamamilə səhvdir. Ama değil. Bilmiyorum. Money. Manner, bəli. İşçi. İşçi. Work. Work işləmək deməkdir. İşləməkdir. Bəs onun da axırında error turanda olur çıxır da elə bir ki, işçi. Worker. Cəld sürətlə. Cəld sürətlə quickly. Ay sağ ol. Daha çox. Daha çox. Neymi? More. More than. Sayı. Sayı. Aha. Z ay bala Z number of çay. Çay river, biri var river axar çay. Aha. T'de işlemiz. Min. Bəxtəvər başım sayda da keçmişdik ya buna. Neyi? Ne dememdi? Min. Mən Hadi. Hundred yüzdür. Min deyirəm. Mehmet dedi söyler. Thousand. Sazın. Hundred demişdi o yüzü. Yo benim Yok sazım. Mehmet dedi sağzın işler. İşte. Ha. Sonra dağ. Ne? Dağ. Dağ. İkinci sözü. Yok. Bir də şey olur. Sözün sırasına görə öyrənmirsən. Ha bala, adam kimi öyrən əzbərləyirsən ki,
M. Bax, sən nə məcbur edir ki, bu hamısını öyrənir. Heç olmasa 7-8 dənə öyrənərdin bu tərəflərdən. Amma düzəməlli öyrənərdin də əziz ağa. Yəni bunlar kimi bunlar nə alışamırsan da sən az öyrəngindən 5 dənə, 10 dənə öyrən, 7 dənə öyrən. Amma öyrən də. Amma öyrən. O məcbur deyil ki, bunları verdiyim qədər öyrənəsən. Ay 3 dənə öyrən, cəhənnəm axı öyrən. Yaxşı, ən yüksək nədir? En yüksek Hans. Nə? Yok. En yüksek benim Hans. Hayır. Hayır. Şotlandiya, Şotlandiya, Sırtlandiya. Skotland. Okay. Sifəti keçmişdik, düzdür biz? Sokma. Yüzüden bak. Ya Allah. Yusuf neçə dərəcəsi var? Ve üst derecesi. Hansılarda? Benim biri prastiv. Post. Prastoy. Səhvi neçədir? 3 son. 3 son. 3 son. 3 son. 3. Prastoy nədir ki? 3 son. Pastif. Nə? Pastif. Passiv. Ya pastif. Pozitif, pozitif. Pozitif. O çarpma derecesidir. Adjektif. Olmadı. Pozitif. Pozitif. Adidir. Adidir. Bəli. Sonra gəl yenə müqayisə. John for Camber. Comparative. Hə, komparativ. O azaltma derecesidir. Ay bala, ingilislərdə azaltma, çoxaltma yoxdur. Üstünlük derecesi. Üstünlük və müqayisə var, vəssalam. Bir də adidir, adi ikisində də var, onsuz. Üstünlük ya bu müqayisə derecesidir. Ha, komparativ müqayisədir. Və üstünlüyün adı nədir? Pozitif. Superlativ. Superlativ. Lətifi adında yadında saxla, lətif sözü. Mən onu Qabağına deyəcəkdim. super, qabağına super qoysun. O da superlativ. O da nədir ümumi. Ümumi. 3 dənə dərəcətdir, Yusuf. Çətin bir şey yoxdur ki orada. Maddə çıxır. Nədir? Adi Qayda müqayisə üstünlük. Nə çətindir ki? üstünlük derecesi. Ben diyeceğim. Diyeceğim. Dərəcə. Compare baxın, pozitiv. Mənim iki dərsi az gələrsə kimi və Kimi deyil. Kimi deyil. Aha. Yox, mən kimi deyil biri. Dedik əzəz kimi deyil, bəs kimi o deyil. təsirlədim. Su və az gələrsə, bu kimi deyil sözü. Son gəlirsə, İnkardadır. bəli. Onun qabağına mütləq şəkildə not verməlisən. Suallar Bəs mənim- adi dərəcənin göstəriciləri hansılardır? Adi dərəcənin göstəricilər yoxdur mənim. Yəni yoxdur. Elə deyirsən. Ayaz var göstəricisi. Mən az. Az o bir, başqa. So O 2 dedi də bunu. Mən So, heyecanlı. yox, onlar demişsə başqa göstəriciləri ki, məsələn, onları biz görəndə onlardan sonra sifətin adi dərəcəsini veririk. yəni Əni Mənim mən və deyim. əni Eni Ya el deyil. mənim Müqayisə. komparativdir. Müqayisə. Mən deyim. Sən bura niyə gəlmişsiniz bura? Bunlar nədir bəs? Bunlar nədir? Quite riser. Karta soğan deyil bunlar. mən öyrənmişəm də ikisini. Ay bala, o ikinci ayət deyil, birinci danışma. Mən az dedim də, az. Da qutardıq da, bunları bildik. Bəli. İndi keçmişəm bax bunlara. Tu Biri, veri. enough, so, such, razı, quiet. Onlar bəs nə hansı dərəcənin göstəriciləridir? Mən adi dərəcə. A dərəcəni göstərir. Mən də səndən soruşdum. Soruşmadım A dərəcəni göstəricilər. Adi dərəcə də belə çıxır. Məsələn deyirsə. Hə? Mən məsələn deyirsə, ona gəlsə. Məsələn, Yox, mən su gəlirsə, az gələrsə. hə o bildik də. Ondan başqa da göstər. Bax bunlar göstəricilərdir. To-dur, sonra Nədir? Heridir. very, Hə, veridir. sonra Su o. soldu, bəli. Təssə su. Astı. Təssə astı. Az idi. Sonra Sonra saçdı. saçdı. Nə yazdı saç? Su, cıhı. Aysa. Sonra razədir, ratherdir. Fazə sözünü yadda saxlaya bilərsən. Quietdir, quiet yazdı. Sakitdən yadda saxlaya bilər. O, sakitdə, sakitlər ortadadır. Sakitdə. Amma ondan saxlaya bilər də. Hə, eləsinə. Gör sakiti bildik ki, yəni yadda saxlasın. Hə, müqayisədə necə düzəlir? Müqayisə mən er çəşid. Hansıları artırılır? Mənim deyir ki, mən azaltma deyirəm. Bir də təşkil. O demirəm, hansı sözləri el artırılır? Mənim hicz. Anzen. O demirəm. Ay bak. Şorte. Bir hecalıda. Bir hecalıları nə atılır? Er İndi nice sözü var ya, bu deyib danışmırım.
Bax bu söz var. Market demişdim, nə oldu? Ben necə R? Mənim R şəklində R olmalıdır. Ancaq E olduğuna görə R Bu artırır. neçə hecalıdır? Bir heyecan. Bir hecalı olduğuna görə Bəs R artırır, R artırır. bildin də bildim halaldısa. İndi mənə qulaq olsun. Bu bir hecalıdır, düzdür? Biz bunu amma 2 dənə sayt var axı. Niyə görə bir hecalı götür? Mən o yazışına Bəli, yazışına yox, deyilişinə baxırıq. deyilişinə baxırıq. Deyilişinə baxırıq. Bəs yaxşı 2 Biz nice deyirik. Nice. Mən də işin sonunda Y hərfi ilə bitirsə, happy, bir də happy I yeri olur. Okay. Bəs yaxşı, happy necə hecalıdır? Happy mən bir hecalı. Çi. Happy. Biz demədik ki, biz 2 və daha artıq olanlara mor artırırıq. Happy-yə nəyə görə? Happy. Mən burada Y olduğuna görə Bəli, sonu Y ilə qurtaran 2 hecalılarda I yeri. artırılır, bəli. Çox hecalıları nə artırırıq? Mən çox hecalılara nədir? S est. Mor nədir bəs? Mən Mor More. nədir? Onu dedinsə mən More. Mo yazışı yox, mən yazışı deyirəm. Est. Mən mor artırdım. Bəli, mor artırılır. Amma mən başqasını deyirəm. Ay bala, bax short nədir short? Qısa deyil. Bəli. Bəs short nədir? Danışmır. Mən daha qısa. Düzdürmü? Bəli. Interesting nədir? İnteresi daha nədir? İnteresi Maraqlı. daha maraqlı. İndi bunu daha maraqlı eləmək üçün nə etmək lazımdır? Era. Danışma. El El artırılır. Bəs biz dedik axı bir hecalara yarat. Interesting. Z more. Ha. Bir də Zer more gəlir səndə. Morun qabağında işlənmir. Semə o da çox hecalıdır. Yox, Z ümumiyyətlə müqayisədə yoxdur. O üstünlükdədir Z. Üstün Daha maraqlı necə deyərsən? daha maraqlı. Hı. Mən more Aha. maraqlı interesting. So, indi daha maraqlı kitab necə deyərsən? Daha maraqlı kitab. Nədir? Daha Hadi. maraqlı kitab. More Aha. interesting Aha. book. İndi bax bu sayıla bilən tək isimdir, düzdür? Bəs bunun ətrafında, qırağında, yuxarısında, aşağısında bir artikl sənə şeylənmir. Antik. Artiklı gəlməlidir. Harda gəlməlidir? Mən ortalarında. Ortalarda İnterestingdə gəlməlidir. Olmadı. Ən başda. Ən baş gəlməli. Birinci E-ni deyirsən. Bəli. Sonra başlayırsan. Təzədən də görüm necə oldu da görüm. Daha maraqlı kitab necə deyərsən? E. Aha. Interesting. Bak, Yo, more- more interesting. Deyik, sonra bu qaldı axı. Ayaz, müqayisənin göstəriciləri. Yəni biz cümlədə nə görsək biləcəyik ki, aha bu müqayisə dərəcəsində. Mən O bilirəm, mor müqayisə şəkilçilər, yəni mən Aynı. o gələcəm növbə səndə çıxacaq. Hansılardır onlar? mənim est var. Mən Yəni cümlədə bax əz olanda biz ortaya müqayisə qoyuruq adidə. Nə bilim, razə, very quiet olanda nə qoyurduq? Özündən sonra A dərəcə qoyuruq. Bəs burada nə olanda biz müqayisə dərəcəsi qoyuruq? Zən. Zən. Nə yazılır? T. A-nı. T. E-ni yox. O demək. A-nı. Zaman Və sonra zən dandən deməkdir. Dandən. Məsəl üçün Lezzət oldu. sonra Məndən. Səndən. zənmi, zənyo, zəntom. Başqa hansı başqa veriblər? Ha, başqa hansı göstərdi? Başqa hansı göstərdi? Dəyişənlər də var, mən burada. Deyəcəm indi. Başqa hansı göstəricilər var ki, biz ona baxanda, aha, bax biz bunu görürük, tap cümlə müqayisə dərəcəsində ki, bunu verək. Ha var burada. Mən Eni, even, no. Bu 4 dənəsini görəndə biz hansı dərəcəni verirdik? mən Müqayisə hansıları idi? Onlar say görüm. ha bunu var. Mən en iyi Nətə yazılır? an. Sonra. Mən demək. Bayaq. Sonra hansılardı? Yox. More. No. No. Sonra. Even. Bax, burada da bax bunlar olanda müqayisə dərəcəsində işlənir. 3 dənə söz davada deyə bilmirsən Bir də sən. nodur. No, even. Sonra eni bir də zən. Tıhan yazılan. Bunlar olanda bəs yaş kökündən dəyişən sifətlərimiz hansılardır? Kökündən Dəyişən, bəli. Yəni bu biz onlara el artırmırdıq da tamamilə baş. Aha, bir indi bax, üçün də deməlisən. Adisində deməlisən, müqayisəsində üstünlüyündə. Adisində De görüm Yusuf. Mən tipi. Yo, mən good, bad, minimal. Ay bala. mən Ha, ha.
better var. Ay sağ ol. Good nədir good? Good yaxşı, o da daha yaxşı better. Sonra ən yaxşı nədir? Ən yaxşı more The best. The best. Bax bu gördün tamamlandı. Adisini Benim dedin, atmosfer. müqayisəsini dedin, üstünlüyünü dedin. İndi pisi deyə bilərsən, bəd və adi. Keçək müqayisəsinə. Vorse. Bəli. Vor. Nətə yazılır? Vor se. W ilə vor se. Bu nədir? Nədir tərcüməsi? Yox, pis Pis, daha pis. Daha pis. Daha pis. Bəs ən pisdir nətə deyərsən? Ən pis. More ən pis. Bəli. Tıhan, more. Danışma. Zə Çalmaya erer. Bax bura. Buna baxmısan bunlara? Estağfurullah. Baxmamısan buna. Bax, good nədir? Yaxşı. Hansı dərəcədədir? Hansı dərəcədədir? Adi. Düzdür. Bu nədir? Bu da Beta. Hansı dərəcə oldu? Məmnun. Müqayisə. Best nədir? The best. Zevist daha yaxşı. Daha müqayisələrə dair ola. Ən yaxşı. Ən yaxşı zevist. Hansı dərəcədədir? Üstünlük də. Daha müqayisədir. Ən üstünlüydür. Meni. Bəd nədir? Meni adı. Danışma. Bəd nədir? Pis. Pis. Worse nədir? Worse. Vorsi Ha. daha Daha pis. daha pis. İndi ən pis deməyimiz üçün bizə nə lazımdır? Bax bu söz. The worst. Meni mat. Danışmıyor. Keçirik. Meni nədir meni? Meni bala. Meni balacadır. Müqayisəsini bilirsən onun. Meni mat bir də. Meni, mat ikisinin də müqayisəsini bilmirsən. Çox. Var, baxmısan bunlara? Bəli. Nətə baxmısan ki, cavab vermirsən? Meni ilə mat ikisi də nədir müqayisəsi? Var da bura gözü açıq olmasa indi bax. Açıq onsuz da qrammatika adı yoxdur ötmək. Görsən onun menini. Nədir meni? Mən meni Meni bilmirsən sən, hə? Mənim superlativin göstəricilərinin hamısında gəlir. Bəli. Meni mat mənim sifətdir. Hamısı yazılıbsa, hamısı deyilmə hatta. Alayam öyrəndi. Bəlkə də var. Meni mat sayda işləmişdim. Meni mat. Yaxşı. Sonra little nədir little? balaca list. Azdır. List. Az deməkdir. Less nətə yazılır? S. Bəs şey deyə bilərsən, ən azı. Üstünlüyünü deyə bilərsən. Ən azı. Ha. Az oxu gələnlər. Zeles. T-H-E-L-S. O müqayisədədir. Mən də hansı dərslidir? Little'ın üstünlüyü. Zeles. Less. Les. Least yazılır. Hə, Zeliya. Səkinə, üstünlüyün göstəricilərini say görün. Necə? Üstünlüyün göstəriciləri. Have ever. Ah, Has sağ ol. ever. 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 Had ever. Aha. On at. Sonra On. in on at. In on at. Ever. One of. One of. Of all. One of all. Among. Among nədir? Among tərcümə. Among. Ayda. Among neydi? Between it də. Ben. Fərqi nədir? Arasında. Fərqi nədir? Among 3 və daha çox əşya arasındadır. Between 2 şəxs arasındadır, 2 əşya arasındadır. Nə dedim? Among 3 və daha artıq əşya arasındadır. Aha. Between-də 2 əşya. Ayaz üstünlük dərəcəsi necə gəlir? Mənim üstünlük dərəcəsi more al. Üstünlük dərəcəsi. Məmzi. Fiso oldu, fiso. Məsələn, Və burada... Zemore. 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 Ay bala, morla Z işlənmir. Çox ecazlardan mı? Zen. Ecazlardan Nə danışsan? Ermə. S da. Danışma. Tək icazlar. Bilirəm, siz bilirsiniz. Erlə mor müqayisədədir. S-lə the most üstünlükdədir. Tip nədir? Ucuz. Nətə deyəsən ən ucuz? Ən ucuz. Mənimsi Z. Hə? Həm S. Axırda S artı dedin, da bala. Qalmışsa 2 saat belə. Tip S. Er niyə ki? Tip S. Mən bunu Z artırmış deyə bəndən. Hədə qabağında Z. Hədə S-də axırda. Tip S. Bəs maraqlı necə deyərsən?
Interesting. Yəni, İndi ən maraqlı necə deyərsən? interesting is. Ona est artırılmırsan da interesting neçədən də heca oldu gör. But more artıq. Mor müqayisədə də üstünlüyü gedir söhbət. Üstünlükdə çox hecalarını artırırdıq. Mor müqayisədə çox hecalar artırırdıq. Üstünlükdə çox hecalarını artırırdıq. Mən də bilmirəm. Zən. Z artırır. Dən deyir, bizən nədir ki? Z artırır. Tühe. T sözü yoxdur. Ha? Mən Z də. Z artırır mən. Z. Tamam, Z düz deyirsən. O Z-dir. Amma çox hecalarda Z-dən başqa bir dənə şey gəlir. Əsas olan qalıb götürüb Z düşmüş artıqındayacaq. Nə artırlar üstünlükdə? S artırır. Bir, bu bir hecalara. Bəs 2 və daha artığa. Şimdi Most. most. Yəni deyirəm ağzımdan da bala. The most Bəli. 2 və daha artıq olanlara. Bəli. Est Bir. C. Təkrar. üstünlükdə ha. Bəli. Sonu yenə qutaranlar. Yes artırılır. Necə deyərsən? Xoşbəxt. Happiness. Z happiest. Müqayisəsi necə gəlir müqayisə? Müqayisə dərəcəsi happy. İR. İR olur da. Mənim də qulaq as. Müqayisə dərəcəsinin göstəriciləri. Müqayisə dərəcəsini göstərəcək Tu, hə? Müqayisə nədir? O adidir. Eyni, evin, no. Bir də ən əsası qaldı da. Zən. Zən. Tıhan yazılır. Nə deməkdir zən? Olmadı. Yağmurlu yazsan testi. Xeyr mənim. Nədir ki o? Heç mənim danışım. Qoy qırağa. Ümumiyyətlə, qatlat qırağa onu. Nə deməkdir zən? Damdan. Damdən. Nə oldu zən? Damdan. Nətər yazılır? Tutam. Bəs tığı E-ni nədir? E-ni. A-nın yerində E olanda. Zən. Onun tərcüməsi nədir? Zən. Sonra. Kökündən dəyişənlərin hamısını say. Good olur betdə, bad, worse olur. Üstünlüyü kim deyəcək? Good, beta. Üçüncü qaldı, üstünlük qaldı. Best. The best. Sonra. Bəli deyil. Bad, worse, the Worst. The worst. Sonra most Çox. most Many much. Many much ikisi də olur. Olur müqayisədə. The most üstünlükdə. Little qaldı. a little less olur. O da the least. The least. Ha. Yağmur. Adi dərəcəni göstərəcək hansılardır? Alt dərəcə. To, very, so, such, enough. Enough. Enough'ın Bir də var. bunlar hansı sifət arasında işlənir? Enough bir dənə var ki, birinci sifət gəlir, sifətdən sonra işlənir. Sonra gəlir. Amma digərlər hamısı Sifətdən əvvəl. yəni əsasdan sonra keçəcəyik. Əsasdan sonra əslində sifət gəlmir. Sifət gələ bilər. Özünə sonra isim gəlsə gələ bilər. Beləncəsinə yox. Yaxşı. 3 hərflərdə hansı dəyişiklik olur? Yəni Qoşalaşır. adətən bəli 3 hərfli şeylərdir. Bəzən olur 4 hərflərdə də olur. Amma tək heca. Vetə. Hə. Sonra hot. Hotə. Axırıncı samit qoşalaşır. Sonra E ilə qurtaranlarda artırırlar. sadəcə R və yaxud da S artırırlar. İkinci E-yə ehtiyac olmur. Bəli. Sonra Large. bəli. Üstünlüyü göstərəcək hansılarda? Üstünlüyün göstəriciləri həzəvə, among, in, on, at. Bir nə idi? One of, Of all. bir də of of. Bunlar hamısı əzbərlənir. Dayanmırsınız boş yerdə. Heç kim kitabdan gözünü açmır. Çəkmir. Sonra bəli malades. Burada başqa ad dərəcədə bilirsən müqayisəni də. Müqayisə hansılardır? Bir adım demişdin. Comparative. Ay sağ ol. Onlarda çox hecelara more, Tək hecalara yer artırılır. evet. Göstəricilər hansılardır? Göstəriciləri than, any, no, ever. Bəli. Səkinə. Ad dərəcə nədir ingiliscəsində? Adəcə pozitiv deyil. Müqayisə. Degree. Müqayisə edelim.
Bəli, komparativ üstünlük, super, superlativ. Bəs yaxşı, adres nə göstərən hansılardır? Tu, enough, Ah, su, saç, Razı. razı. Quiet, bəli. De görüm mənə. Məhəmməd, müqayisə edəsən necə düzəlir? Müqayisə dərəcəsi Necə düzəlir? Sözdə hansı dəyişikliklər baş verir? qoşalaşır. Ay bala. Axırına, əvvəlinə nəsə. Hə, mor. Necə? Mor mənim var. Hansıları artırılır? Bir hecalılara Erdə, artırılır. Aha. Bir hecalıdan çoxlara mor artırılır. 2 və daha artıq onlara mor artırılır. Üstünlükdə necə olur? Üstünlükdə S-dir də, S-T. bəli, is artırılır. Bəs onun çox hecalarında üstünlük artırılır. Onun çox hecalarında Zemost. Zemost artırılır, bəli. Bəs yaxşı de görüm. Qısa sözünü hər üst dərəcədə işlət. Qısa nətər işlədir? Qısa sözünü həm adi, müqayisə və üstünlüyün hər birində işlət. Short. Ha. İndi Short. müqayisəyə sal. Short air. Hansı dərəcədir short air? Yox. Zəhrimar yox. Müqayisət də. Demədik müqayisədir. Üstünlüyü necə olacaq? Üstünlükdə Z short. S. Z mor. J Nə deyirsən abla? short test. Nəyə qarışdırırsan ki? Çox çətindir. Nə var? Bir hecalara el atırsan, çox hecalara mordan, S-dan, mostdan artırsan da, mordan mostu. Amma erlə S yadını saxlayamırsan. Necə deyərsən? Qısa yol, daha qısa yol. Mor. Qısa sözün çox hecalıdır ki, sən moru gətirdin şey. Daha demiş uzun. Ha, daha er də var, mor da var, ikisi də var. İndi orada qısa sözünə baxmaq lazımdır ki, neçə hecalıdır. Bir hecalı. Və mor niyə gətirsən ki? Er olacaq. Short. Short air. Ha. Daha kısa yol. Short air. Road. Bəli, baxacaqsan ki, yol orada sayıla bilən təkdirsə, qabağına da eyni verəcəksən də. Shorter. Sonra üstünlüyündə hansılardır? Göstəriciləri. Üstünlük göstəriciləri. Nədir? Ay. Sən bura niyə gəlsən? Oxuma öyrənməmsən onu. Yox, göstəricilərinə baxmamışam. Nəyə baxmısan ki? Necə düzəlməsinə? Tapı çıxırsan divara, ondan sonra biləcəksən baxmaq lazımdır, yoxsa yox. Göstər ona göstəriciləri. Ola bilməyəndən sonra sən nə test işə biləcəksən sən ona? 300. Üçünün də baxırsan, adinin də, müqayisənin də, üstünlüyün də. Eşitdimə? Soruşuram indi Yaqubdan sonra. Hansı üstünlüyü də göstərir Yaqub? Z has over. Eşitmirəm. Z has over. Həzəvə. Has over. Hadeve. In on at. Sonra among. Bəli. Sonra neydi? Off. One of. One off. Bir de off on. Of all. Off all. Of allı. Yaxşı, among nə idi bayaq dedik? Among. Görün diqqətin dəstədir yoxsa yox. Deməli diqqətin dəstə deyilmiş. Arasında ha. Between. İkisi də arasındadır. Between ilə among'un fərqi bilsən nədir? Between müqayisə dərəcəsindədir. Müqayisə dərəcəsini göstərir. Burada yazmayıblar. Müqayisə dərəcəsini göstərirsinlər. Among üstünlük dərəcəsini göstərirsinlər. Amma 3 və daha şəxs əşya arasındadır. Nə dedim təkrarla? Between müqayisə dərəcəsinin arasındadır. Müqayisə dərəcəsini göstəricisidir. Göstəricisidir. Among Among ise 2 ve üstünlük dərəcəsini üstünün dərəcəsində. və between 2 əşya arasında between 2 əşya arasında among isə 3, 4, 5, 6 yaxşı, müqayisəni göstərəcəklər hansılar? müqayisə then, even, sonra no, on, no,
Yaxşı. Eni. Bəs müqayisə necə gəlir? Necə gəlir? Müqayisə dərəcəsi mor yox. Mor və yaxud da Mor erdə bala. mor hə. İkisindən də. Bir hecalara nə artırırdıq? Er. Çox 2 və daha artıq olanlara Mor. mor artırıldı. Üstünün dərəcəsində nə olurdu? Üstünlük dərəcəsində S deməli mos. S yaxud da zemos. Zemos. Ya ZS ya da zemos. Və kökündən dəyişənləri say görüm. Kökündə nə? Kökünməli harda? Kökündən dəyişənləri. Yəni qaydasız feillərdə, qaydasız sifətlər. Yaxşı, pis, onu hə. Hə. Worst. Yəni o bir başdan başla, A dərəcədən başla. Worst. Worst müqayisəyə keçmirsən. Nə birinci bəd deginə? Bəd. Bad. Pis, sonra Sonra zebə. Yox mu? daha pis nədir? Daha pis deməli worst. Zevors da mən. Yox. O ən pisdir. Bad mənim sonra Worse, worst. sonra Zebə. vay sağ ol, worst. Bu oldu pis. İndi yaxşını da görüm. Yaxşı. Good, Good. adi, Bet. aha, Betdir. Bir də zebətdir. best. Zebes. İndi menimasıdır. Menimas. Menimas adi, A dərəcədə düzdür. İndi müqayisəsi nə olacaq? Mor. Mor, üstünlük Zemo. most. Zemosdur. Hara getsin ki? Little deyilən. Little. Adi. Adi. Sonra Zelletis. L, S, S. Les. Müqayisə. List. List yazılır. At least falan ən azından. The list ən az. Gözü çəkmə. Təkrar geri qalar qaydasızları. Təkrar. Əzə. Dərsimizin adı nədir? Danış onu heç kim. Hansı sifətdir bəli. Bəs neçə dərəcəsi var? Neçə dərəcəsi müəllim? Azaltma, Aha. çoxaltma. Aha. Azərbaycan dili dərsi keçirəm mən burada. Hə, azaltma dərəcəsi. Deyirəm Azərbaycan dili dərsidir bu. Üstünlük dərəcəsi. Hə, üstünlük dərəcəsi. Aha. Sonra müqayisə Ay dərəcəsi. sağ ol. Bir də Müqayisə dərəcəsi. adi də. Adi dərəcə. Ay sağ ol. Adi dərəcənin adını bilirsən. Adi dərəcə Adı yadında deyil sənə. pozitiv. Bəli. Müqayisə ilə üstünlüyü deyə bilərsən. Müqayisə ilə üstünlüyü müqayisə ilə Komparativlə superlativ. Komparativ müqayisə deyil, superlativ üstünlükdür. Yaxşı, deyə bilərsənmi ki, müqayisə adi dərəcəni göstərəcək hansılardır? Məsələn, biz onu görəndə biləcəyik ki, bu A dərəcədir. Heç nə erdən, mordan, mosdan heç nə əlavə eləməyəcək. Elə birbaşa sözün özünü verəcək. Hansıları idi? No müqayisənin idi. Mənə adi lazımdır. adi. Hansıdır? Bu deyəsənə. Adi dərəcələrdən baxır. A dərəcənin göstəriciləri. Yəni bunlar olanda biz Tu. sonra Enough. enough, Enough. very, So. razı, quiet, so, such. Müqayisənin göstəriciləri hansıları idi? Müqayisənin göstəriciləri to. Bir ala 2 saatdir əli qaldırır bunu. Elin. Eni, Enizi. eni, no, Enino. Bir də enizi. zən, Zən. evən. Yaxşı, müqayisə dərəcəsini, sifəti müqayisə dərəcəsinə salmaq üçün nə etmək lazımdır? Sifəti müqayisə dərəcəsinə salmaq üçün. Yəni, şəkilçiləri falan, qarşısında işlənən sözlər falan. El artırmaq lazım. Bəli, onlar o hansını, bütün hamısını artırırdı, yoxsa Yox, müəllim, təkinə bir hecalı, tək hecalılara, tək hecalıya el artırılır. çox hecalılara, Çox hecalılara el. Yox. o üstünlüyünü deyir heç. Mor. Mor artırılır. Bəs üstünlük dərəcələrində nə olurdu? Üstünlük dərəcəsində ers. Est artırırdı. Bəs çox 2 və daha artıq hecalılar nə artırırdıq? 2 və daha artıq hecalılarla Zemos, zemos. zemos bəli artırırdıq. Z olmalı da. Üstünlük dərəcəsi var da, orada Z var. İstər est olsun, istər most olsun, fərqi yoxdur. Əzbərlədin Yaqub? Mən əzbərləyirəm. El əzbərləmək olur.
Ərzaqı ilə baxsan, elə bir illərdir görmürsən ərzaqanı. Bütün bir yerdəsin də. Yaxşı. Üstünlük dərəcəsini göstəricilər hansılardır? Yəni biz bunları görəndə şey deməliyik ki, biləcəyik ki, üstünlük dərəcəsindədir. Üstünlük dərəcəsini orada olacaq zem. Nə? Zem yox. Abi birincisi zem onlara deməkdir. Nə kim sarsaqlayırsan? Ayaz hansılardır? Məhəmməd hansılardır? Nə hırtılırsan, hə? Mən nə deyim? Bir də təsəvvür. Mən belə has evri. Evə. Evi. Həz evə. Evə. Sonra No? Əmon. On. Ət. Bəli. Ətol. Ətol. Vanov. Bəli. Bunlar hansı dərəcəni göstərilir? Müqayisə dərəcəsini göstərirlər. Üstünlüyü nə? Üstünlüyü. Sonra üstünlük dərəcəsində istədik ki, hə, axırda islahatdırdı, qabağına zəmmost. Deməli, keçdik testlərə. Hə, Məhəmməd, dedim öyrənək. Yaqub və Məhəmməd. öyrənmişəm. Ya Allah, getdi. Göstəricilərini öyrəndin Məhəmməd. Mən buram öyrəndim. Hə, hansılarda A dərəcə göstəriciləri? To, very, Aysa, razə, rather, Quiet. with kifayət yox, quiet. Yaxşı. Müqayisə dərəcəsi hansı göstərir? then, any, Aysa, no, no, ondan sonra even. Bəs yaxşı, üstünlüyün hansıları idi? had, Evə, evə, had, ikisi bir yerdə. Həd evə, həv evə, həz evə. ono, of, yo, on, of, Vano. one of, Ona sən onu deyirsən ha? öğrendim. One day o. One of, sonra, Of, all. of, o, In, o. of, In on at. Sonra arasında nədir? Məhəmməd. between, O zəhrimar bitfin. Demədik o üstünlüyün deyil. among, Among üstünlüyündür. Müqayisənin hansı idi? Nə müqayisəçi? Ha, Mənim more, danışma. Mən ona sual verdim. müqayisə dərəcələrində. Elə sual verdim. Məşək Peki, nə sual içləri. verdim? Mən sual verdiniz ki, become arasında deyil. Aha, bitfin. Bitfin arasında deyil, dediniz ki, onun üstünlük dərəcəsi var. Bəli. Buradasan ümumiyyətlə. Mən Özün buradasan amma çıxıb başından. Dərsi fikirmirsən. özüm də buradayım, başım da burdadır. Sualıma cavab ver də. Mən Məhəmmədlə danışdım, bir də gördüm ki, çevirdim başqasına sual verdim. Hamının diqqəti burada olur. Sənin də. Yusif. Hə, sən say 3 dənə olanı. Kökündən dəyişənləri. Hə? Yaxşını de. Hemen yaxşı var məndə. Hə. Good. Better. The best. Ən Müqayisəndə. yaxşı the best. Şey deyinə, pisi. Pis, bad. Worse. Sonra the worst. Mən deyim. Şey deyinə. Minimas. Minimas. More. The most. Most. Little deyinə. Little. Neydi? Hə. Less. Less. The least. Ay, samanlıdır. Öyrəndin kökündən dəyişənləri. Say görüm, yaxşı good nədir? Good yaxşı. Aysa, better, aysa, üstünlük. Mənə Üstünlük, bu müqayisəsi idi. Üstünlük qalıb, üstünlük. Z Best. best. Deyinə. Sonra. Pis. Pis Z worse. Pis bəddir. Bəddir Z worse. Müqayisəsi nədir? Müqayisəsi Vorse. worse. Vorse. Vorse deyilir, vorse yazılır. Bəs üstünlüyü nədir? Z worse. Ha, minimas. More Bir müqayisədir. Üstünlüyü more most. most. Bax bura. Üçüncüyə. Birinci yazılan adidir. Sonra nə gəlir? Müqayisə. Axırıncı nədir üçüncü? Üstünlük. Little nədir? Little bala Az. as little less Less. L-S-sı ikinciyə bax. O nədir? Daha. az. Bəs ən az nədir? Ən az less. Nə yazılır? L s A-sı. Ora bax. Mən nə soruşdum? Testlər işləm. Keçirik testlərə. Müəllim Hə, sən say görüm. Bir əzbərləmişsən onları. De görüm. Mənim good, best, Better. better, the best. Az sol. Sonra bad, bad, bir də better,
Better gedində də neçə dəfə deyirsən? Bed. Beddən sonra Beddə görə bəddir o. Bed yataqdır. bed. Beddən sonra worse. Burada worst. Bəli, the worst. Worst. Minimal. Mini the most. The most The üstünlüydü. most. The more. More. də z olmur. More. Müqayisəsi hansıdır indi? Mən müqayisə more. Aşağı. More yox, more. Bəs az? Mən az. Little. Aha. Less. Bir də ligest. Ligest nədir? Yanlış. Last. Last olur. At least. Keçirik 3 son 4-də. Ben çalışma vermiştim. Hadi çalışma deyirəm də. Çalışma mən. Yoxlayırıq çalışmaları. Yazmışım. Yaqub yazmayıb. Ha, Yaqub. Nə yazmamısan ha? Yerim bilmirəm. Necə yəni? Sən niyə bilmirsən danışma? Haki. Sən niyə bilmirsən? Çünki mən evə buraxmamış, sən elə bir ki, ilan ağzına qurbağa çıxan kimi nətər qalsan burada? İmkan vermirsən tapşırıq verək. Ona görə də bilməzsən də əlbəttə ki. Məhəmməd. Yazmısan? Yusuf ana. Yaxşı eləmişsən, yazma onu. Kim nə edir, özünü bilir. Yazmamışsın, niyə? Yerin bilmirdin? Benim grup meselesinde. Bir də şey. Qrup olmaz. Bir iki baş. Dəfə ayaq cavab verdim. Yazım heç kim cavab vermir. Girib bilə telefonə. Eyb yox. Eyb yox. Mən bir iki başa şöyle. 3, 4, 5, 6. Eyb yox, nə olur. Ben getirmişim. Ben hamısını Mən güvənirəm. Bravo. Bravo, siz mən burada deməli 2 nəfərə dərs verirəm də. Səkinə ilə Yağmura, o birislərə dərs demirəm ki. Abi də Yusuf arada bir görsən nasıl edir. Keçirik, davay. 2-də eləmiş, 3-ə keçirik. Üçüne benim aslında. Bax, səndən nə istəyir 3-də Yusuf? Longer burada nədir? Müqayisə. Müqayisə və saqinan. Sən də baxacaqsan ki, 1 hecalıdır yoxsa 2 hecalıdır. Mən long, burada bir hecalıdır. Aha. Longer. Nə olacaq? Longer. Danışma. Long nədir? Long nədir? Long. Məndən deyil. Məndən deyil, uzun uzun. Long, uzun. Uzun, daha uzundur burada. Ay, sağ ol. Short nədir? Short, kısa. Short air nədir? Short air daha kısa. Chip nədir? Tip, nədir? Tip, nədir? Ucuz. Chip air nədir? Daha ucuz. Young. Young. Məndən deyil. Məndən deyil. Gənc. 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 Young. Daha gənc. Ay, sağ ol. Old. 5-5 oxuyuram. Nədir? Qoca. Qoca, yaşlı, bəli. Old, qoca, daha qoca. Nətər olacaq? Older. Older. 6. Lic. Ligiddir o. Light. Light. Light, bəli. Erat, light. Bəli, işıqlı, işıqlı. Fast, Faster. bəli. Fast bilsən tərcüməsi. Fast, uzun. Uzun, sürətli, bəli. Slow, slow. Danışma. Slow nədir? Deyən Allah'ın olsun, bəbəni çıxaracam. Hə, danışma. Nə bayda? Slow. Birden desem mi? Slowly, düzdür. Axırına slow bilmədin də, hə, slow. Danışma. Slowly nədir? Yusuf, slowly. Keçmiş, indi keçmiş. Mənim indi bu günlər keçmiş. Zəhrimə gözü döyüb baxma ya. Mən deyim. Sən bu günü danışma da. Mən bilmirəm ki, bugün keçmişik. Slow. Bax, bugünkü sözümüzdür. Bugün keçmişik ha. Sən bugünkü sözə cavab verə bilmirsən. Sənin ağlın hardadır? Mən öyrənmişəm slow orada var idi şey. Hə. Slow. Slowly. Nədir? Yox, slowly. Nədir slowly? Slowly, o da slow. 5 yaşında şapırdım. Slowly, nədir? Uzun deyəcəkdim. Məsələn, yadıma düşsün. Mən deyil. Yavaş. Yavaş. Bugünkü sözümüzdür. Bir yadıma düşsəydim. Nə, onu niyə öyrənirsən ki? Sən Mən yadıma düşəcək deyəcəkdim. Ayda da. Yaxşı, özün bilərsən, davam edək. Aşağı düşeceğim. 9 tol tərcüməsini bilirik, yox. Danışma. Ha, bizə sifət lazımdır. Yaşlı. Ha, tol istəməm. Strong. Ha, birinci müqayisə deyir. Tol derim mən. Tol. O da olacak. Aa, tol nedir? Tol nədir? Hündür. Ben ona düşeceğim. Hündür ya. Danışma. Ha, stronger. Old deyirsiniz. Eylemlerle. Stronger nədir? Strong, uzun. Bəli, malades. Daha güclü. Daha güclü. Yəni stronger daha güclü da. Ayas. Digər.
Tərcümələri ilə. Week nədir? Həf, O, həftə deyirsən. O 2 dənə edir. Bu və aktdır. Çəkinə deyəcək. İndi yazsan ha Məhəmməd. Xeyr mən. Həftə 2 dənə edir. Və aktdır bu. Ay da yadımdadır. Zəhrimar. Sifət antonimdə keçir. Birinci, ikinci siniflərdə keçir. De. Zəif. Ay da. Buna nə artırılacaq? Er artırılır, daha zəif. Sonra 12-də large. Kesmiş. De. Deyim mən burada müəllim söz demişdi ki, Danışma. O deyir. Kesmiş. er artıracaq. Nətə olacaq? L, A, R, G, E, E, R. Yox. Bir dənə R, bir dənə artıracaq. Nə? Çünki sonunda E var. 13-də. Large nə tərcüməsi? Nə tərcüməsi? Əsəb kesmiş yüzümü. Large. Nə olsun keçmişik? Mənim keçəndə adam öyrənir ki. Deyər, hə, Böyük. böyük, nəhəng. Large air daha böyük. 13 nice. Nice sözüdür. 5-ci sinif uşağı bilir. 5 yox, cəmaət bağçaya gedəndə öyrənir bunu. 3 yaşında, 2 yaşında belə. Ya da ki, o dil açılır uşaq. Ağlayanda nice ağlayır. Müəllim deyir, qəşəng. Gözəl. Gözəl nədir? Gözəl. Eyni şeydir, qəşəng gözəl. Nice air daha gözəl. Sonra aha. Bigger. İndi bura nə artıracaq bu sözü? Mən burada 2 dənə bir Bəli. hərf Adətən bəli, 3 hərfli sözlərdə qoşalaşır. 15. Hold. Hold. Hot. Sən Dəniz bilirsən bu sözü? Hot nədir bilirsən? Hot istidir, az. Hot ter olacaq. T, R. 2 dənə T. 16. Small. Balaca. Balaca da small. Smaller. Daha balaca. Aha. Sonra Yes. Danışmırıq. Easy. Easy. Some. Easy. Asan danışma. Asan sözdür. Elə müəllim dedi da. Asan da bala. Dedi da, asansörü. Easy, asan. İndi bura hansı dəyişiklik baş verəcək? Olacaq yer olacaq. Sonra baxın, indi Ayaz cavab ver. Ayaz, iki hecalara demişdik ki, mor artırır da, düzdür. Easy-də iki hecalıdır da, istər yaz hərflərdə burada. Amma deyilişdə də iki hecalıdır. Bəs niyə görə mor artırılmayıb? Mən burada Sübəli, iki hecalarda sonunda y varsa, biz orada mor artırmırdıq. Təkcə y yox ha. İndi gəlin dəstəcək, air, of, l var. Bunlar da artıranda mor artırmır qabağını. Sadəcə air olur. 18 heavy kesmişik. Heavy. Amma Müəllim mən bilirəm. bəli. Antonimlərdə Antonimlərdə bəli kesmişik. Ağır deməkdir. Daha ağır. 19 happy. Bəli. Happy air olur da, bəli. 20 pretty. İki dənə tərcüməsi var. Biri gözəl deməkdir. Bir də olduqca. Pretty də adi dərəcə göstəricisidir əslində. Pretty good. Olduqca yaxşı mənasındadır. Özündən sonra adi dərəcə gəlir. Okay. Səkinə. 4. Bu da müqayisə dərəcəsində edəcəyik. Prosta baxarıq ki, hamı diqqətlə qulaq baxır. Və hamısına bəli, tərcümələrində bir difficult, çətin, more difficult nə olur tərcümə? daha Dangerous more tərcüməsi. Dangerous. Təhlükəli. təhlükəli, Daha təhlükəli. Delicious. dadlı, daha dadlı. Az sağ ol. Sonra crowded. İzdihamlı, Bəli, izdihamlı. daha izdihamlı. Careful. Daha rəngi. Olma, colorfuldur. Careful. Nə müəllim? Careful. Mən rənc. Şəlalə. Yo müəllim. Diqqətli. Hə, careful, ayam. Bu nə? Take care qarşısına qalmaq var. Rahat, daha rahat. Ay sağ ol. Mor artırır. Bunlarda hamısına nə artırırıq? Mor artırır. Nəyə görə? Çünki hamısı Daha gözəl, bir də daha uncomfort. rahat Olmayana deyirlər, narahat da. Okay. Yaxşı, bunu 9-u keçib 5-ə. 5-i bəlkə Məhəmməd edəcək. Yox, 9-dan başla. 9-un digərindən də 8-8 oxudu bu. Sən də 15-ə gedin. Sən də exciting edin. exciting, more exciting. Tərcüməsində bilirəm də hamısından mor artırdı.
Sonra interesting. Interesting, more interesting. Hardayıq. Harda? Gözü çəkmə. Gözü çəkmə. Həmin göz. Maraqlı, daha maraqlı. Important, more important. Important Vacib, məktub. daha vacib. Important məktubdur. Polluted, Ay bala, buradakılar hamısı sifətdir. Sifət olmasa qabağına müvafiqləmirsən axı. Müqayisə polluted, dərəcəsi more üç. polluted. Polluted nədir? Çikli də yəni. Çirkli, daha çirkli. Modern. The modern. Muasir, daha muasir. Popüler, more popular. Məşhur. Məşhur, daha məşhur. Helpful, more helpful. Helpful neydi? İstifadə. Yardımsevər. Hə, yardımsevər. Kömək edir, yəni yardım eləyir də, yardımsevər. Yardım eləyən də. Məhəmməd, indi baxsan ona. Məhəmməd, indi burada səndə deyir ki, müqayisə. Mən deyirəm ki, üçündə də istifadə elə. Həm müqayisədə, həm də üstünlükdə. Mən eləyirəm. Bədlə, hə, bəd. İndi daha pis nədir? More bad. Yox. More bad. Bad, worst, Worse. worry, bir də worst, the worst. Worse. Üstünlük nədir Məhəmməd? Üstünlüyü the worst. Bəli, sıtı, worse-tı. Good. Baxıbsan da rahat yazmısan da. Yazmışam. Baxıb yazmısan da. Xeyr. Yalan danışma. Yaxşı, bura göz üstünə baxa-baxa deyir. Bəd nədir? Yaxşı, good, good. Yaxşı. İndi onun müqayisəsində üstünlüyü. Bəs üstünlüyü nədir? The best. Zebetdə. The best. The best. Minimas. Minimas more. Sonra Sonra üstünlüyü nədir? üstünlüyü the Must, the must, the must. Most. Must yazılı. Sonra danışma. Minimas dedik. Little. little less. Sonra the less. Little nədir? Balaca. Bir də. Az yox. Az, hə. Az. Evet. Az. İndi less nədir? Less. En balaca. Daha balaca. Less sıtı nədir? En balaca. Ay bala şey də ona deyirlər, ən az. Sonra sən Məndən baxın, bax. çətindir. Evet. Ay Allah da Hə, düz yazmışam. malades, düz yazmışam. Ben de yazmışam. Bunu hə, bütün el ola bilir bunu. Mənim 7-dən başlayır. Yo, danışma. Yaqub devam elə. Ay Allah 7 mən. Hayır. Younger hansı dərəcədir? Younger Müqayisə. müqayisə. Onun adisi nə olacaq? Young. Şu da. Üstünlüyü nə olacaq? Üstünlüyü zer young. S, T. Youngest. Axırında S atırsan. Sağlara S atırsan, sollara da R çıxırsan da oradan. İndi cold birinci nə olacaq? Sonra Cold. cold. Air. Cold deyə bir də the coldest. Aha. Farm. Aha. Farmer. Warmer. Warmer. Sonra C, warm S, S, T. Strong. Aha. Stronger. Aha. Sonra the strong. S, T. Wet. Yox. Long. Yox, long. Ha, long. Longer. The Aşağı. longest. Sonra. Sonra wet. Wetter. Aha. Wetter. Sonra the wet. S, T. West. 2 dənə olacaq. Noise. Aha. Sonra. Noisy. Noise. Noisier. Sonra the noised. I, S, T. E-S-T. Yes. Sonra. Happy. Happier. Aha. The happiest. Aha. Yaşa Mustafa. Mən? Yox, bu edəcək. Bu, hə. Bu, sən görüm. İndi baxacaqsan, əziz ağa. Burada Burada ikincidə er olacaq. Sağ, birincidə isə nə el olacaq, nə də est olacaq. A dərəcədə demişik ki, sözün özü olur. Bax ki, burada. Amma ortaya gələndə bunların axırına el yazırsan, üçüncüdə isə est yazırsan, qabağında Z olmaq şərti ilə. Aha, aha, aha. Deməli, birinci nə olacaq? Nice. Birincidə. Nöz. Deyir burada, bax, buna bax, est var da burada. Bəli, ne? İkincidə nə olacaq? Er. Er. Bu söz nicənin axırında. Nes. Sonra? Er. Mənim zey. Nice, est. Est. Sonra. Sonra burada olacaq z. Buradan başlar da bala. Hə, fast. Aha. Fast arxasına el artıracaq. Burada, Fast bax burada. Hə, Aha. burada fast. Müqayisədə. Müqayisədə olacaq. Made. Ay, üçüncü qaldı. Üçüncü də var. Üçüncü də oxu da. Hə, zemners arxasına el artıracaq. Fastest. Fastest olacaq. Ver broşkanı görün bu nə danışır. Nə qatdı? Bax, fast sürətli deməkdir. Bu adi dərəcələrdir, adi.
Bu isə müqayisə, bu da üstünlük, düzdür? İndi bunun axırına, faslın axırına müqayisə dərəcəsi eləmək üçün, yəni bu sürətlidir. Er yazdım bura, oldu nə? Daha sürətli. Daha sonra. Daha, bu elə bilin ki, daha deməkdir. Daha sürətli. El olanda axırına yazıram S, T. Bu isə elə bilin ki, ən deməkdir. Üstünlük dərəcəsində ən. Ən sürətli. İndi bax burada est var burada ha. Burada deyir ki, burada bax özün yazmalıyıq. Özün yazmalıyıq. Ne? Faslını qurtardıqda da qurtardı. İndi bura qoysun. Ne? Burada est olan buradadır. Heç nə olmayan buradadır yazdım bura. Burada isə niyar yazdım. Sonra nə yazmalıyım değil mi? Ne yar? İran. Ay stop da. İndi bu sənin özündə. Ha. Bax bu fərqli düşür bu. Burada şey, Ha, burada da mənim bet deyir, er artıracaq. Yox, elə mənim burada bet deyir, özündə var da. Kökündən. bu kökündən dəyişib. Tamamilə başqa sözdür. Bet deyir elə oldu. Bilirsən, Good. adisi nədir onun? Mən deyim. Good, Mən bet, bu- təzə bet. Yaxşı. Good. Bet deyir, bir də bizi Üçüncüdə betdir. alacaq onda. Üçüncüdə olacaq Bizi müəllim. betdir. Betdesin. Betdirsən. Betdesin. Təzə söz izah edirəm. Betdesin. Best. Best. Best olacaq üçüncü. Bunlar ki kökündən dəyişir. Bir də axırıncını eləyə bilərsən. Meni, bax məsələn meni. Nə deməkdir meni bilirsən? Çox, çox. Kimə Ətiyir də. Çoxdur, düzdür? Çox. Onun müqayisə dərəcəsini bilirsən? Er artıracaq. Görsən bunu? Bəli. Meni, bax, meni, bax. İçində. Ortaya nə yazacağıq? Daha çox. More. Üçüncü nə yazacağıq? More, most. Zemos. Zemos. İndi bax bura. Burada olacaq more, burada olacaq Zemos. Zemos. İndi bax üçüncünü görsən Zevors. Zemos. Bax Burada gör olacaq bax gör hansında da o Zevors. Üçüncü olanlarda. Zemos. Mənim Zemos and Ay sağ ol. Deməli ortaya nə yazacağıq? Əza. ortaya Zemos. Üçüncüyə də Zevors. Hə, üçüncüyə də Zemos. Müqayisəyə nə yazacağıq? Müqayisəyə də yazacaq. Heç olmasa bax da oradan da bilmirsən. Burada da olacaq Zevors. Bors yazacaqsan. Düzdür? Olacaq nə tərcüməsi? Vorsu. Daha. Daha pis. Bəs adiyə nə yazacağıq birinciyə? Birinci dəqiqə adiyə birinciyə olacaq betdi. Ay bala bax da oradan. Borsun yanında. Bax, Bəddir o, bəd. bad, pis. İndi bu axırıncıya bax. Axırıncıda görsən largeri. Larger. Bu onların içində yoxdur. Bunun özümüz asantdır bu. RS artırır o və salam. İndi birinciyə nə olacaq? Est, largest. O üçüncüdədir. Hə. Birinci müəllim olacaq largest. Elə olduğu kimi qalacaq da. El var da müəllim. Birinci, bax birinci bu xana, bu xana. Large. Sadəcə large yazırsan. İkinciyə nə yazırdıq? Large. R yazırdıq. Üçüncüyə nə yazırdıq? Est. S yazırdıq. Large böyük deməkdir, düzdür? Large R nədir bəs? Larger. Müəllim Ay sağ ol. Bəs large S nə olurdu? daha Ən böyük. Okay. Hey, başda görün bunu elə. İndi burada da hər bir dərəcənin özünün göstəricisi var. Başqası yox. Yox, gələn də istəyir. Göstəriciləri baxırıq. Zən var cümlədə. Zən. Zən Onsuz görmüş. da mənim şərtlə Sən yox, deyil, mən. komparativ. Mən zən var. Danışma, hansı dərəcənin göstəricisidir? Mən zən azalma dərəcəsi. İngilis dilində azaltma var ha. Qoy. Amma deyirəm, müqayisə dərəcəsi. Müqayisə dərəcəsi. Qoy, nə tər gəlirdi müqayisə dərəcəsi? Mən zənlə. Zənlə. Zən olurdu, axırına, əvvəlinə nəsə. Yadımdan çıxdı şey. Antika. Artıq. Antikül nədir? Antika. Deyir artıq. Abi sifətin bir hecalların axırına, iki hecal. Zəhrimar edir. Denən də bəs 2 saatdır. Smaller. Ha. Burada zən olmasın. Nak el. Olduğuna görə bilmirəm. Nazar olacaq. Sonra nasirdi o. Super. Ha. Longer. Ha. Year. Fanni yer. Asla. Older. Aha. Taller. Aha. Colder. Larger. Bad. Görsən hamısında bax. Hamısında nə var? Bax bunlar var. Bunlar var deyə bir hecalılardır deyə axırına yer artıracaq. İndi olsaydı məsələn important, buraya yazacaq edik nə? Nədir? More. Bəli, more important. Bad air. Bad deyil, bəli. Bu ərdüdür. Asla. Bax, deməli.
Horse mənim. Qulağın dibindən eşələ yeri var. Hadi çəkə. Bərdin axırda bərdlər yazırlar ha. Allah, o bəlkə qarşılığını Bu necədir? Ayaz. Aşağı sifət üstünü dərəcəsinə çevir. Yəni Üstünü dərəcəsinə necə çevirirdik? üstünlük dərəcəsi. Bəli, necə Mən çevirirdik? Z-ni yazırdıq, sonra Most çox hecalarda olandı. Bir, sonra söhbət bağlandı. Longest. Aha. Z, long, est, bəli. Z short Est. Tərcümələri kim deyəcək? long est Ən uzun. ən uzun sonra Z, ən qısa. ən qısa, bəli. Çipin tərcüməsini bilirik. Tip Ucuz. Çip ən ucuz. Bəli, young, gənc, cavan. Z, youngest, ən cavan. Sonra old, yaşlı, ən yaşlı. Nətə olacaq? Z, old, est. Light, işıqlı, İşıqlı, ən Z, light, est. Fast, fast sürətli. Z, fast, est. Ən güzel. Sonra slow, Yavaş. Yavaş. Ən yavaş. deməli Yavaş, slow, ən yavaş. est, ən yavaş. Tall, Z, ta, est. Okay, Səkinə. Dostum ömrü. Onu. Axı 11. Axı 10 dedi də, hə. Strong dedi. Z strong, ən güclü. Ay sağ ol. Nətə olacaq bu? Z strongest. Est, strong bir hecalıdır. Amma çox hecalı olsaydı nətə olacaq idi? More. Çox heyecanlı. Z most. Üstünlükdən gedir söhbət. Bu müqayisədir o. Mən hora gedirəm. Evdə yazmağı qəbul edirsən, hə? Burada başlayalım. Abi çəpşüf yazsan, ondan sonra şey bax bura. Görək cəmaət nədən danışır da. Baxın görüm yazıyorum sana. Ha, düzdür. Üstünün derecesini diyeyim. Elə. Mən hora gedirəm. Orada bende bize most olacak. Bəli. 9 edirsən? Bəli mi? Yaxşı 9 elə. 9 mu? Olsa. Aha. En daha çetin olacak. Da Bu ən çətin. Daha qız üstünlükdən gedir söhbət. Üst ən çətin, the most difficult, dangerous, Təhlükə. li, En ən Bunun arxasına təhlükəli. est artırır orada. En Yox, bax görsən, difficult 3 oldusa bunların hamısını qabağına z Z, artırırıq. bəli. Z. Bunlarda görsən large bir hecalı idi, axırında s artırdı. Amma bunlarda çox hecalıdır deyə. Z. Axırında the most. Ay müəllim, Hamısı. 4-cü tapşırıqdakı bütün sözləri gətirib qoyublar burada. Ha. Nələr üstünlük deyil. Abi, ha, the most delicious, Ən dadlı. The most crowded, biyarlar deyildi, yağmur deyildi. Ən izdihamlı. En izdihamlı. Belə uzandır, yaz söhbət. Lazım. Sonra Kar. Ay devam kar yapalım çıkıyor. careful, diqqət. Aha. Aha. The most comfortable deyiləm də. Most comfortable. Ən rahat, En rahat. The most beautiful, en gözəl, The most uncomfortable, ən narahat. Keçirik səhifə 316-ya. Onu mən oxuyayım. 11-ci tapşırıq. Haydi. 11-ci tapşırıq. Burada məntiqdə asandır. Üçündən birini seçirik. Burada müəllim görür ki, Göstərici pul var. varsa, Hansı dərəcə göstər? Bir kişide A bir dərəcədə olduğuna Var. görə bilgi seçirik. Az tərcümə elə. Mən didn't like. Mən xoşlamıram. Madım. Xoşlamadım bu ayaqqabıları. Mən fikirləşirəm onları. Onlar nədirlər? Too big. Böyük, daha böyük. Çox böyük. Çox Çox böyük. böyük. Too orada həmçinin deyil, qız. Hə, çox. O too cümlə ən axırında gələrsən üçün. Ondan o tərəfə heç nə olmazsa, hə. Yesterday the weather was very. Burada very olduğuna görə yenə də A dərəcə seçirik. Beautiful. Aha. Yesterday dünən hava çox gözəl idi. Aha, vəsə. Burada əzəz olduğuna görə bright seçirik. Bəli. Əzəz hansı dərəcə göstərsin? Adi dərəcə. Məhəmməd. Səni adi. Hansı dərəcə göstəricidir? Adi. Əsas. Əzəz hansı dərəcə göstəricidir? derecede belli. Az. Su Amma az. qulağın dibində 5 dənə iz yeri var, barmaq izi. Və belə basıb çıxaracam sənində. Bu gələyəm. Balaca körpənin Balaca körpənin uşağı, hə, gülüşü, gülüşü bright parlayır. sun. Hə, günəş kimi Günəş kimi parlayır. parlaqdır. Parlaqdır. Burada Buckingham Palace əzəz olduğuna görə yenə fe'li seçilir. Aha. Buckingham ilə Buckingham sarayı Big Ben kimi Big Ben saatı kimi məşhurdur.
Aha. Burada yəni əzəz olduğuna görə kolda seçəcəm, ad dərəcə. Onun əlləri Baxıb sadə buz kimi soyuq idi. Əzəz dedik ki, ad dərəcənin göstəricisidir. 12 Məhəmməd. Deyək ki, şərt oxuruq. Deyək ki, Və T var burada. Moz. şərtdə deyək ki, kompleks superlatifə qoy. Müqayisə edəsən. Üstünlük. Üstünlük ya, müqayisə kafiyə. Əvvəl çalınmasan. Mən burada prit ES olur. Haysa, malades Yusif. Ona mən dedim, daha Demə. Yusif, Məhəmməd. Mənə qulaq as. Görsən ki, üstünlük dərəcəsində Məhəmməd, üstünlük dərəcəsində sifətə nə artırırdıq, nələr artırırdıq? S, bir ecallara S, 2 və daha artıq olanlara Z most. Mən acaba orada yürüyüşdənsə Gözə video çəkib tutarırsan, Allahın bəbə çıxarcımsan. İndi burada şiddətə qoya bilmirəm YouTube-a, şiddətli şeyləri də. Mən hər 5-ci gün axşam qoyacam bundan sonra. 2 günü çəkib, Necə şey? 2 günü çəkirəm, Like atmırlar. birdən qırım. Mən like yedim. Mən o like-sini qoymuram ki, mən sizin rahat olur da, baxmaq üçün rahat olur. Siz dəqiqə baxıb açırsan, video böyük. Yaxşı, davam edirəm. Deyir ki, orada üstünlük dərəcəsində qoy. 2-nin üstünlük dərəcəsi nədir, Məhəmməd? hot deyir. Ay sağ. 3-ün üstünlük dərəcəsi nədir? Hot. Aha. Danışma. Qudun üstünlük dərəcəsi, Məhəmməd. BT. O müqayisədir. Zibəs. Zebes. Zibəs. Hələ yaxşı. 4-3-ü tərcümə elə. Nərmin Öz Nərmin öz classmates. Yoldaşları among. Among. İşinin arasında. Şəkildə sən izləmirsən gedişatı. Bəs mən söz soruşanda nə müəllim nədir ki? Başa düşmədim. Ay bala, siz testi elədiniz, qutarı o demək deyil, sizin işiniz qutardı. Among nədir tərcüməsi Səkinə? Bir aları hələ mən izah elədim. Sonra səndən soruşdum, mən nə dedim, sən də izah elədin, amma indi yoxdur. Müəllim ikisinin arasında 2 və daha çoxunun arasında. 3 və daha çox. 3 və daha çoxunun arasında. 2 dedi. İkisinin arasında. Bitfində ikisinin arasında. Among hansı dərəcənin göstəricisi idi? Among hansı dərəcənin? Üstünlük dərəcəsi. Bitfin hansı dərəcənin idi? O adi dərəcə. A dərəcədə bitfin. Bitfin Müqayisə. preposition. Müqayisə. Müqayisə də. Niyə əməlli? Demədim, bir iki dənə şey baş saldım da, iki dənə arasından baş salmadım, ay qız. Dedim, among üstünlük dərəcəsinin arasındadır. Bitfin arasında tərcümə olunan İkisinin arasında. müqayisədədir. Bir müqayisədə yoxdur, axı bitfin. Hani yazılmayıb da, mən əlavə məlumat vermişdim də. Keçən. İndi İndi ver də, nə keçən dəfə. deməli dedim ki, among və bitfin ikisi də nədir? Arasında. Among neçə əşya arasında, şəxs arasında? 3 və daha artıq. Ancaq orada Bitfin neçə əşya? 2 və daha. Bitfin hansı dərəcəndə? Artıq Müqayisə. Among hansı dərəcəndə? Artıq. Amongu görsən orada, hansı dərəcəndə? üstünlük. Üstünlük dərəcəsində. Ona görə də deyək ki, Nərmin öz sinif yoldaşları arasında the best pupildir. Nədir the best pupil? Ən yaxşı şagirddir. 4-də 4-də large Largest. est olacaq. Z large. Danışma. Z large. Burada əsas şey nədir? Göstərici hardadır burada? Mən bu Yəni bu cümlədə, yəni desələr ki, uyğun variantı seçkiləndə hansı dərəcəni seçərdin burada və nəyə görə? Largest seçelim. Niyə görə? Çünki Cümlədə nə var? Z var. cümlədə çünki in var. İni görsən in the world. bəli. In the world hansı dərəcəni göstərir? In hansı dərəcəni göstəricisi də? In onun üstünlüyün. Deməli in var burada. Ona görə biz nəyi seçirik? Üstünlüyü. 6-ya bax. Yox 5-ə. Bəli. Bu cümlədə hansı dərəcənin üst göstəricisi var?
Burada mən ever. Müəllim, Ever, deyim, müqayisə dərəcəsi. Ever. Hansıdır müqayisə dərəcəsi? Ever. Was. Evi, danışma. Was. Nədir? Müqayisə ever-dır. Mənim burada Z. Evet, dedim. Ay, Zeynə. Aç qrammatikanı. Mən Z. Ever müqayisədir, mənim. Sən Ever, üç- değil mi? üç- Ever müqayisədir, ever üstünlük. Hadi, mən də müqayisə edirəm. Məndən burası. Üstünlük şey mənim, üstünlük. Ever mənim müqayisədir. İndi ay qız, aç 312. 312. Ən yuxarıda. Ever Has. 312. Hə, mən var. Sizdə şeydədir də. Üstünlük dərəcəsində. Ha. Mən süzdür. Aldım. Ha. Görsən onu. Bəli. Everi gördün. Everin yanında nə var? Have var. Hə, Çevirsən çalışmanı açsan. Everin yanında nə var? hə. Hansı dərəcəni göstəricidir? Mənim Məmməd. Mən bir dənə evərə baxdım. Mən bir Ever n-dır o sən dedin. N. Sonra davam elə. 7 6. Məndə Z var da. Tallest. Ha, Z tolle, Z var. İndi mənə qulaq as. Burada göstərici hansıdır? Danışma yerdən. Bəli, in Germany, in Frankfurt falan vardı. Ona görə üstünü edəcəyik. O birisində 7-də 7. Hiç. Zəhrimar highest, highest. Nə deməkdir highest? Ən, Gündür. ən yüksəyi mənim. Bəli. Mən burada yenə in var. şəkildə. Üstünlük dərəcəsi. Bəli. Gündür yüksəyi. Sonra Mənim göstərici indi burada da. bəli, nə olacaq? Burada highs. Highs. Mən in gedir burada. 12 üçün. Neçə oxuyursan? 8 oxuyursan da. Longest olacaq da, xəstə. Z var zaten. 9. 9. Mənimə qalmaq üçün. Mənim bu Yaxşı 8. yazmışım. 9 idi tərcüməsi ilə. 9. İmperator. Family. Important. Nə olacaq? İmperator test olacaq ha. Important est olacaq. Düzdür? İmperator cömel. Hələ elə olacaq. Elə olacaq deməli. Birinci importantdır o. İkincisi neçə icalda o? Bəli 3. Es nədir deyirsən bəs? Ağzı o gələ danışsan. Z. Hə? Most imperator. Bəli, malades. Ay. Ay. Bəli. Deməm ki, 2 və daha artıq olanların qabağına Zemos qoyuruq. Onun dedikləri ora qədər hamısı bir hecalı idi. Ona görə es qoyurdu. 2 və daha artıqdır da. Demos. Zemos sonra important. Tərcümə elə. Ailə, Ailə Zemos. ən, Ailə ən important. Dünyada vacib şey. Dünyada vacib şey. Ən vacib. Ailə dünyada ən vacib şey. Sonra Burada 10. olacaq Smallest. Ha, burada bir hecalıdır. Baykal Vatikan, Baykal. gölü Baykal gölü ən dünyada dünyada ən balaca da göldür. göldür. 12. 12. Biggest olacaq. 2 dənə Ay sağ ol. Çünki burada həm də nə var? Həm də mənim In var, müqayisə göstəricisidir. Üstünün göstəricisidir. This is the biggest store ever. Sonra in Great Britain, Big Ben is the biggest club town. Ha, Mən orada və 11-də müəllim dipdə smalsı toxuduz. Bəli müəllim, bu Qarışdırıcı sınavdır. müəllim. Qarışdırdınız müəllim. Bəli müəllim. hamısını Bu Vatikanda siz Baykal deyirsiniz. ha. Aha, yaxşı. İkisində də in the world var axırda, ona görə yaşadım. 13. This is the story. Burada olacaq phone yes olacaq. Yes olacaq. Çünki y ilə qutabıqlı və Yığar. göstəricisi hansı? Have ever. Have ever var, bəli. Sonra Big got Bill Gates qoyun. is one of the men in the world rich. Est. Rich est olacaq. Bəli. Rich est. Burada hansı göstərici in var? var mənim. Başqa nə var? Başqa 10 var. Yo. Off var. A, 10 deyir, xəstə. Bu biri yaza bilmir, ay cəmaət. 10 var. 15. Correct. Burada olan correct yes olacaq. Sonra olacaq. Tartım mənim. Mən burada projekti Mənim ikiləndim. mənim oxuyum da. Hə? Mən 2 ildir burada projekti. Hə. İndi burada da uyğun üçün üçünə bəs niyə? Çünki mənim burada hamısı şeydir ya.
Ben bildim ben vereceğim. Ben de bildim ben. Cümlədə in görsən, İn. hansıdır? 16. Ben burada in Burada, ha. olmaz. Rezil olsun. 16 olsun. Bu şeyden. Asat diye onu. Ha, 13 asandır. 16 nədir? 16 12 edirsən. çətin. Mənə qulaq as. İn, görürsən bu ini. İn olanda biz axırında EST olanları götürürük. Best görsən. Başa düşün. Ha. Burada olacaq est. Aha. Birincidə olacaq est. Aha. Sonra ikincidə olacaq. İkincidə də başqa bir dərəcənin göstəricisi var. Görəndə Zəm vardı. Ben Pozitif. Zəm var. Pozitif. Ha, pozitif. Adi zam. Zəm. Müqayisə komparativ. Sırtaşdırdın değil mi? Ben ne var? Ha, mənim burada olacaq zəm. Burada üçüncüdə də olacaq zəm. Bəli. Üçüncüdə də zəm var. İndi ikincidə nəyi götürəcəyik? Hansı ikincidə 3 dənə belə qoy. Bir gerici bir gest görsən. Bəli. O hansını götürəcəyik? Z. Müqayisə dərəcəsi nətər olur da danışmırıq. İkinci olan. Bigger. Danışma. Hə? Bəli, Viger. Er olandan müqayisə dərəcəsidir. Bigger. Sonra 3də Sonra mənim burada da 3də də nə var? Zəm var. Asa. 3də nə olacaq? Bigger. 3də. Ha, üçdə zəm var da mənim bigger götürürəm. Ha, 3də Viger var ha. Lager. Ha, Ha, lager. üçüncüdə Lager. Viger, Lager ayrı bilmirsən də. Ha, Sonra zəm burada da olacaq. 4-ə baxırıq. 4də hansı dərəcənin göstəricisi var Zağa? 4-də hansı dərəcədə? Dəqiq. İn var, İn Azərbaycan. İn sənə nəyisə xatırlatmır? Yine Azərbaycan. İn sənə hansı dərəcənin göstəricisi deyil? Hansı dərəcənin göstəricisi? Azər, Adi dərəcə. Azər birincidə biz hansı dərəcə? İn var birincidə. Bəli. Birincidə, birinci. Bəli. Aşağı düşmüsən, birinci haradır birinci? Mənim birinci. Ay sağ ol. İn var orada. Biz orada hansı dərəcə demişdik? Biz burada er olanda arxasında hansı dərəcə? Ay bala, in var etdə orada da Hə. düzdür. Bəli. Hansı dərəcə demişdik? İndi İn olanda. Azaltma. Qoyacaq bunu aldım. Azaltma nədir? Ha, azaltma çoxaltma yoxdur burada. Azərbaycan dilində gəlmirik. Üstünlükdür. Adi dərəcə. Üstünlük idi. Üstünlükdə biz nəyə est olanları götürmürdük. Burada da in var da. Nəyə götürəcəyik? est mənim labri. Və largest 5-də. 5-də 7. Bəli, nə var cümlədə? Zəm var. Zəm. Zəm varsa nəyə götürəcəyik? Müqayisə dərəcəsi hansı idi? Əza. Müqayisə dərəcəsi mənim zəmdə adidir. Yox. Adidir. Müqayisə dərəcəsi necə düzəlir Əza? Müqayisə mənim zəm. Zən olanda hə müqayisəni götürürük. Bəs sifətdə hansı dəyişiklik baş verir? Sifətdə də mənim burada olacaq. Yox. More X. More expensive. Və more biz həmişə er axtaran olur. Amma expensive çox hecalı olanda onun axırında er olmur. Nə olurdu əvvəlində? More olurdu. Əvvəlində more atılırdı. Bəli. 6. 6. Mən deyə. Bread. Deyim mi? Göstər Burada mənim breaddir. Breaddir də mənim. Ha? Breaddir də. Pretty. T-y. Bəli. Hansı dərəcədə? Tüyü mənim. Pretty. Presti. Pretty hansı dərəcədədir? Və onun göstəricisi hansıdır ki, sən niyə görə pretty-ni götürdün? Çünki mənim burada göstəricisi mənə Z. Mən demədim. Az adi dərəcə. Bu kadar karşı. Əziz az dərəcəni idi. Mən versin. Top 7. 7-də mənim dedim. Burada yəni də hansı dərəcənin göstəricisi var Əzağa? Burada birinci testdən eyni şeydir. Birinci test. Və sağ. İn hansı dərəcəni idi? İn mənim Aha. üstünlük dərəcə. Gözləmə. Biz üstünlük olanda hansı Er. Er müqayisə idi. Yox, erdəcə. Best. Best, bəli, bizə best götürürdük. Best. Sonra 8-də nə var? Hansı dərəcənin göstəricisi var? 8-də bir dəqiqə Z. Zən var da. T-hı anı görsən, t-han sözün zən. O hansı dərəcənin göstəricisi idi? O mənim Z. Azən azaltma deyilir bu ya. Azaltma deyirlər, müqayisədir. Müqayisə. Azaltma.
Müqayisə dərəcəsi göstərəcək də, düzdür? Müqayisə dərəcəsi necə düzəlirdi? Azaltmaq bir-birindən çıxar. Necə düzəlirdi müqayisə dərəcəsi? Elə. R-lə və yaxud da morla artırılır, düzdür? Burada R hansındadır? Bəli, early R. 9 elə. 9-a göstərici var. 9-a or olur. Hour niyə ki? Hour'un qabı ini görmüşsən ha. Biz indi kimi hour demişik ha. Ha, in olanda hansı dərəcəni göstərir? Üstünlük olanda hansıları götürürdük? Axırında nə olanı götürürdük? Axırda S. Ha, sağ hansındadır o? Axırında Worcester da, Worcester. Axırçı məsələ onda bəs necə? Zan. Nizam var, bəli. Hansı dərəcəni göstərəcəkdir? Üstünlük. Zan, müqayisəni idi. Orada biz nəyi götürürdük? Elini. Bəli, fast R. Keçirik. Evə, gələn dəfə bilmədim. Yadımdan çıxdı. Sənə aiddir. Mən bir demirəm. Testləri mən. Mən bir demirəm. Zərfə qədər. Zərf. Hə, mənim əsasdım. Yadımdan çıxmadı. Zərfi gör, çevir. Əsas 2000 Keçdi eləyəcəksən də, bir də. Bir də. Sözlərdə o bir səhifədən göstərdən gözləməyə. Sonra deyəcək, Sözlər çox olmaz. deyəcək bilmədim. Sakit. Sonra deyəcək bilmədim. Deyəcək görüm hansı idi.